Senin boyuna kurban. Sağ ol baba. Canım senin boyuna kurban. Boyuna. Necə? Necə yerləşmişsiniz? Yaxşı, Yaxşıdır. yaxşı. Allah şükür. Təbrik edirəm. Sağ ol. Artıq 3 gündür ki, Ağdərə rayonunun 4 kəndinə yerləşmişsiniz. Bu münasibətlə sizi təbrik edirəm. Bütün bu kəndlərdə olmuşam. Çapar, Heyvalı, Çıldıran və aşağı Orataq kəndi evlər gözəl təmir olunub, bərpa edilib. Son 2 il ərzində biz bütün işğaldan azad edilmiş Ağdərə rayonunun qəsəbələrində, kəndlərində monitorinq aparmışdıq. Birinci mərhələdə bərpa olunan kəndləri müəyyən eləmişik və artıq Ağdərə rayonunun 9 kəndinə keçmiş köçkünlər qayıtmışlar. Uzun illərin həsrəti arxada qaldı. Haqq, ədalət zəfər çaldı. Azərbaycan öz ərazi bütövlüyünü, suverenliyini bərpa etdi. Azərbaycanlılar öz dədə-baba torpaqlarına qayıdıblar və burada qürurla yaşayacaqlar, xoşbəxt yaşayacaqlar, rahat yaşayacaqlar. Əminəm ki, bundan sonra müharibə olmayacaq. Azərbaycan dövləti güclü dövlətdir, bizi güclü edən xalqımızdır, yumruq kimi birləşən millətimizdir. Və son 2 il ərzində antiterror əməliyyatından sonra 2023-cü ildən bu yana bütün bu bölgələrdə Ağdərə, Xocalı, Xankəndi, Xocavənddə həyat bərpa edilir. 5 il bundan əvvəlsə digər vaxtilə işğal altında olmuş ərazilərə keçmiş köçkünlər qayıtmağa başlayıblar və bugün artıq 73.000 insan keçmiş həm köçkün, həm də ki köçkün olmayan, amma azad edilmiş ərazilərdə işləyənlər, çalışanlar, oxuyanlar yerləşiblər və hər ay Qarabağa qayıdan vətəndaşların sayı artır. Burada şərait yaradılıb, işıq, su, qaz, yollar, iş yerləri. Bugün Qozlu Körpü kəndində təxminən 15 megavat gücündə su elektrik stansiyasının açılışını qeyd elədik. Elektriklə bu bölgə tam təmin edilib, hətta burada istehsal olunan enerji Azərbaycanın digər bölgələrinə də ötürülür. Yollar çəkilir, buradan Tərtərə qədər, buradan Kəlbəcərə qədər yollar tikilir, genişlənir. Bugün Dəmirli Filiz Mədən istehsalat kompleksinin fəaliyyəti ilə də tanış oldum. Orada 1000-ə yaxın iş yeri yaradılır. Yəni iş yerləri ilə bağlı heç bir problem olmayacaq. Həm dövlət, həm özəl sektor tərəfindən şərait yaradılır. Eyni zamanda bu gözəl, səfalı, mənzərəli təbiətdən istifadə edərək əkinçilik, heyvandarlıq, arıçılıq, meyvəçilik, bütün bu işlərlə məşğul olmaq lazımdır mütləq ki, siz burada rahat, firavan yaşayasınız. Sizə çox təşəkkür edirik. Siz dünyaya sübut elədiniz ki, Qarabağ Azərbaycandır. Sağ olun, var olun. Mən Ağdərənin Çapar kəndindənəm.
Mən bir şəhidin anasıyam, bir şəhidin də bacısıyam. Allah rəhmət. Mənim bugün yanımda ikinci bir oğlum yoxdur. Mənim Azərbaycan qeyrətli oğlanlar mənim oğlumdur. Oğlum məni sizə əmanət eləyir. Mən Azərbaycanın bütün şəhid anaları adından deyərəm sizə. Siz Qarabağın qəhrəman oğlu deyərəm mən sizə. Biz ata yurdumuza, siz də şəhidlərin qanı qədər, haqqı qədər olan Qarabağa qədər xoş gəlmisiniz. Sağ olun. Rəhmət eləsin. Onların qanı canı bahasına, qəhrəman döyüşçülərimizin şücaəti, rəşadəti hesabına biz bugün bu torpaqlardayıq. Və biz şəhərlərimizin əziz xatirəsini əbədi qəlbimizdə yaşadacağıq. Və onu da bildirməliyəm ki, artıq şəhərlərimizin qanını biz döyüş meydanında aldıq. Onların qanı yerdə qalmır. İşğal dövründə dəfələrlə bu sözləri biz eşitmişik, işlətmişik və bu arzularla yaşamışıq. Çünki həm torpaqların itirilməsi, böyük sayda şəhərlərin şəhadətə ucalması, bütün bu ədalətsizliklər bizi xalq olaraq çox incidirdi. Ancaq bizi sarsıtmadı. Biz əyilmədik, iradəmizi göstərdik və döyüş meydanında həm şəhərlərimizin qisasını aldıq, həm də torpaqlarımızı qaytardıq. Və son 80 il ərzində Azərbaycan kimi tam və mütləq qələbə qazanan ikinci ölkə olmayıb. Müharibələr olub, münaqişələr olub, bugün də davam edir, amma heç biri tam və mütləq qələbə ilə nəticələnmir. Ancaq biz böyük xalq olaraq buna nail olduq. Öyle cəmi 44 gün ərzində, ondan sonra da bir gün ərzində. İki mərhələyə bizim şanlı zəfərimizi, zəfər yürüyüşümüzü bölərək biz həm cavanlarımızı qoruduq. Çünki əgər 10 noyabr 20-ci ildə müharibə dayanmasaydı, bəlkə də minlərlə şəhid verməli olacaqdı. O cümlədən bax burada, bu dağlarda, Ağdərə dağlarında, Kəlbəcər dağlarında, Laçın dağlarında, Ağdamın o minalanmış zolaqlarında minlərlə şəhid verə bilər. Biz onları qoruduq, onları qurban vermədik. Ancaq bilirdik ki, gün gələcək və bütün Qarabağ bizə qaytarılacaq. Biz onu qaytaracağıq, ərazi bütövlüyümüzü bərpa edəcəyik, mənfur düşməni torpaqlarından qovacağıq və tam qələbə qazanacağıq. İndi də şəhid anası bir tərəfdən Ağbirçək sizinlə bərabər bu çox xoşbəxt bir histir, xoşbəxt bir gündür, gözəl bir gündür. Sizi ürəkdən təbrik edirəm. Xoşbəxt yaşayın. Sağ olun. Cənab Prezident, Allah sizə uzun ömür, can sağlığı diləyir. Həmişə bizim yanımızda olmuşsan, biz də sənin arxanda bugün... Allah o dəmir yumruğu əksi eləməsin düşmənlərimizin başını. Dəmir yumruq, Qarabağ! Sevincim, vətənimə qayıtsam da, mənim həyatda ən böyük arzum Cənab Prezidentlə görüşmək idi. Getdiyim bütün yerə də deyirdim ki, mənim bir gün əlim bir kişiyə çatacaq, mənim əlim çatdı. Ən böyük sevincim Cənab Prezidentlə görüşmək idi. Çox sağ ol, Allah səni Çox sağ olun Cənab Prezident. Bir dəfə də Ağdərədə, Çaparda gələcəkdə bir dəfə mənim evimin qonağı. Gələrik, əlbəttə, hələ çoxunu görməyə çox sağ olun. Allahım sizi qorusun. Bugün Ağdərə şəhərinin baş planı, təzə baş planı mənə təqdim ediləcək. Yəni Ağdərə şəhərini də biz yerdən quracağıq. Necə ki, artıq 9 kəndi abadlaşdırmışıq, şəhəri də quracağıq. Bura çox gözəl bir sənaye və turizm mərkəzi olacaq. Bu səfalı yerlər göz oxşuyur. Hər tərəf dağ, meşə, gözəl hava, bulaqlar, çaylar
Ona göre Ağdərənin gələcək inkişafı çox parlaq olacaq. Bu ərazidə faktiki olarak işğalçılar hiçbir salamat bina koymuyorlar. Bak bütün bu təmir edilmiş binalar bugün dövlət tərəfindən təmir edilir. Ancaq talançılıqla məşğul olur. Bak Dəmirli Filiz yatağından belki de 2 milyar dollar, belki de çok değerinde mis aparılır. Bu talançılıqdır, bu qanunsuz istismar. İndi biz qayıtmışıq. Orada işler indi qurulub, qeyd etdiyim kimi 900'den çox, hardasa 1000'ə qədər iş yeri yaradılacaq. Özdə tapşırıq vermişəm ki, ora cəlb olunacaq vətəndaşlar, bax, bu bölgədə yaşayan vətəndaşlar olmalı. Oranı indi genişləndirmək üçün mütləq əlavə sərmayə də qoyulacaq. Kənd təsərrüfatı, turizm, bura yəni təbii bir cənnət. Amma mənfur düşmən buranı viran qoyur. Burada daş üstə qoyub. 100 milyonlarla hər il onlar erməni təşkilatlar tərəfindən pul yığırlar. Onların 1 manatında, 1 dollarında bura qoymurlar, hamısını talayıblar. Bizim evlərimizi yandırıblar. Sizi didərgin salıblar. 1 milyon insanı didərgin salıblar. Ağdamı yerlə yeksan ediblər. Füzulini də, Zəngilanı da, Qubadlını da. Qanunsuz məskunlaşıblar. Kəlbəcərdə, Laçında, Xocalıda. Xocalıya bir eybəcər də ad veriblər. Amma heç biri tutmadı. Çünki bu torpaqların sahibləri bizik, biz gəlmişik və biz qrup yaradırıq. Tüm bunları sizin gücünüz siyasətində. Bundan sonra ancaq müzəffər halk kimi, qürurlu halk kimi yaşayacaq. İnşallah.